Bugün keçəcəyimiz mövzu Mirzə İbrahimovun Azad adlı hekayəsidir. Bu Azad adlı hekayəni belə deyək də, hekayədə bir neçə məsələ var. Yəni birinci əsərin süjet xəttinə keçməmiş bir neçə məsələni deyim. Birinci məsələ yadda saxlayaq ki, hadisələr Cənubi Azərbaycanla bağlıdır. Yəni Cənubi Azərbaycanla bağlı olan məsələlərdir. Sonra ikinci olan məsələmiz məhz milli azadlıq məsələsidir. Yəni bizdə əsas ideyası, əsərin əsas ideyalarından biri azadlığın qazanmasıdır. Və belə deyək, hadisələr 20-ci əsrdə baş verir, onu yadda saxlayaq. Və 2-ci Dünya müharibəsi ilə bağlıdır. Həmin ərəfələrdə baş verir. Və tarixdən də bilirsiniz ki, 2-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə inqilab keçirilir. Və həmin inqilaba da aid eləyə bilərik. Belə deyək də, Mirzə İbrahimov əsərimizin yazarı, Mirzə İbrahimov həmin əsərdən istifadə edib, həmin olan məsələlərdən istifadə edib, tarixdə olan məsələlərdən, inqilabdan istifadə edib və bizə Azad adlı bir hekayə yazıb. Hekayəni danışan adətən müəllif olur. Amma bu əsərdə hekayəni danışan təhkiyəçi deyək də, hekayəni danışan Fərda adlı bir obrazdır. Yəni yadda saxlayaq. Əsəri daha çox danışan şəxs müəllif olur. Amma burada obrazdır. Əsəri danışan adama təhkiyəçi deyirlər. Burada da əsərimizi danışan şəxs Fərdadır. Fərdiyə təhkiyəçi deyə bilərik. Onu yadda saxlayaq. Fərda təhkiyəçidir. Və yaxud Fərda adlı obraz birinci şəxsdə deyə bilərik. Yəni burada hadisələr birinci şəxsin dilindən danışılır. Onu da deyə bilərik. Keçdik süjet xəttinə. Süjet xətti necə başlayır? Göstərir ki, Fərda danışacaq. Yəni artıq danışan təhkiyəçi bizdə Fərdadır. Fərda deyir ki, Azad mənim, Azad bunun dostudur. Azad mənim həm uşaqlıq, həm də gənclik yoldaşımdır. Yəni dostumdur. Həm uşaqlıq, həm də gənclik dostumdur deyir. Biz bir həyətdə anadan olmuşuq, bir həyətdə doğulmuşuq, bir həyətdə böyümüşük və bir həyətdə məktəbə getmişik. Yəni Fərda deyir ki, mən Azadla bir yerdə, bir həyətdə böyümüşəm və bir həyətdə oynamışıq və bir həyətdə böyümüşük və bir həyətdə də məktəbə getmişik. Bizim gənclik illərimiz, Fərda danışan şəxs Fərdadır. Bizim gənclik illərimizin əksəriyyəti də, yəni böyük hissəsi də bir yerdə keçir. Biz qardaşdan da ötəri, yəni qardaşdan da çox, bizim ünsiyyətimiz olub. Yəni biz qardaşdan da, yəni belə deyək də, artığıq. Bizim qardaşdan da artıq ünsiyyətimiz olub deyir. Azad deyir, Azadla Fərda arasında, Fərda danışır bunları. Və ardı izləndə davam edir ki, mən onun xasiyyətinə bələd idim, o da mənim xasiyyətimə bələd idi. Yəni biz birbirimizin xasiyyətinə bələd idik. Və deyir, hətta deyir, onun deyir, sakit olmağı, lal dinməzliyi mənim üçün adi haldır. Deməli, Azadın bizdə uşaqlar burada xarakterin verib. Azadın xarakteri nə idi? Azadın xarakteri o idi ki, bu adam lal dinməz idi, yəni biz adətən sakit deyirik. Sakit təbiətli bir oğlan idi, Azad. Bunu bizə Fərda deyir. Və ardı izləndə qeyd aparır ki, hətta deyir, yoldaşları, yəni bunu tanıyan uşaqlar, yoldaşlar deyir, buna sükutu deyə müraciət edərdilər. Adın yadından çıxarmışlar da, çünki lal dinməz idi deyənə, çox danışmırdı. Buna nə deyirdilər? Sükutu deyərdilər. Sükutu nə deməkdir? Sükutu ilə bizdə işlənən sükut söz işlədirik də, məsələn, bir dəqiqəlik sükut kimi. Sükut, sakit eyni kökdəndir. Sükutu sözünün mənası səssiz deməkdir. Və yaxud sözsüz də deyə bilərik. Sükutu o deməkdir. Adətən farslarda i hərfin daha çox artırırlar. Yəni və Cənubi Azərbaycanda i-ni sözlərin ardına artırırlar. Sükuti. Deməli, bu oğlana, Azada, sükuti deyə müraciət edərdilər. Lal dinməz olduğuna görə. Və hətta deyir, bunu sonra tanıyan başqa uşaqlar da, sonradan tanıyanlar da deyir. Buna öz adı ilə Azad deyə müraciət eləməzdilər. Buna deyəndə elə sükutu deyərdilər. Deyərdilər ki, sükutu gəldi, sükutu getdi deyərdilər buna. Yəni adını da unutmuşdular. Və burada Fərda danışır ki, əlavə edir ki,
Mən deyir, bu belə deyək, Azadı həmişə biz qaşqabaqlı gəzir də belə deyək. Bunu əsərdə bulud kimi verib. Necə verib? Fərda deyir ki, Azadın üzündə olan bulud, bunu kitabda da oxuyarsınız, bu deməli məcazdır. Azadın üzündə olan bulud deyil. Mən elə fikirləşirdim ki, onun üzündə olan bulud deyil, onun yaşadıqlarının nəticəsidir. Çünki deyir, o anadan olandan bu dünyada Azad heç bir gün görməmişdi. Xeyir bir gün görməmişdi deyir. Anadan olandan aclıq görüb bu, anadan olandan soyuq otaq görüb, yəni kasıb ailə olub da belə deyək. Deməli bizdə burada Cənubi Azərbaycanda həmin illərdə, yəni belə deyək, 20-ci əsrin ortalarında 40-cı və yaxud 50-ci illər deyək, həmin dövrlərdə olan baş verən hadisələr göstərir. Bir obrazda, adi bir obrazdır. Cənubi Azərbaycanlı bir adi bir obrazdır. Və bu Azad deməli ki, xeyir bir gün görməyib. Anadan olandan soyuq görüb, səfalət görüb, yoxluq görüb, acılıq görüb və anadan olandan bir də gördüyü nə ola bilər bunun? Orada kitab cümləsi ilə deyək, yırtıq həsir. Kitabda da elədir. Həsir nə deməkdir? Həsir sözün mənası qamışdan, samandan və yaxud bəzi ölkələrdə xurma ağacının yarpağından düzəldilmiş örtük deməkdir. Onu da yadda saxlayarsınız. Həsir sözün mənası. Deməli, evlərində bir dənə həsir var. İndiki onlar da yəqin ki, ya qamışdan ya da samandan düzəldiblər də. Qamışları bir-birindən keçirdirlər və yaxud samanları. Saman yəni otun qurumuş forması. Samanları bir-birindən keçirdib eləyiblər palaz. Bizim dildən palaz eləyiblər. Yəni belə bir evdə andan olub. Və bizə bunun taleyini göstərirlər. Azadın taleyini göstərirlər. Anadan olduğundan öldüyünə qədər. Və Fərda deyir ki, Azad anadan olmamışdan 2 ay əvvəl atası vəfat eləmişdi. Atası rəhmətə getmişdi. Və anası da bundan sonra, yəni uşağını, övladını saxlamaq üçün qapılara düşmüşdü. Birinin evində paltar yurdu. Birinin ev eşiğini təmizləyirdi. Bəzi evlərdə də yun darıyırdı ki, öz övladını saxlasın. Anasında adı Səlimədir. Bizə də obraz kimi Səlimə xanım deyə həmişə deyir. Fərda Səlimə xanım deyə müraciət edir və yaxud bizə Səlimə xanım kimi təqdim edir. Və deyir ki, bunun ailənin vəziyyəti çətin olur və bu çətinlikdə Azad böyüyüb. Çətinliyin bizə göstərir ha. Uşaqlıqda bu adam belə çətinliklə böyüyüb. Və ardıyla davam edir ki, Fərda, biz deyir 5-6 yaşımız olandan, yəni aşağı yaşımız olandan, Səlimə xanım deyir, bizi deyir başına yığıb nağıl deyərdi. Və biz o nağıllarla yatardıq. Nağıllarla yatmaq məsələsini uşaqlar bir məsələdə də, bir əsərdə də keçəcəksiniz. Nağıllarla yatmaq məsələsi. Deməli deyir, biz uşaq olanda, yəni 5-6 yaşımız olanda, bizə Səlimə xanım deyir, bizə nağıl deyərdi, Azadla mənə. Nağıl deyərdi, biz onun nağıllarla yatardıq. Və 2 il biz, bunlara diqqət edin, bəzən rəqəmlər burada əsərlərdə düşür, 2 il biz Azadla bir məktəbdə oxumuşuq. O məktəbdə oxuyanda da lal dinmə, sakit olurdu. Heç kəslə adi tənəffüslərdə heç kəslə qoşulmazdı, heç kəslə də oynamazdı. Sadəcə bir dənə küncdə durub bir yerə baxardı. Və həttası da var bunun. Heç kəslə oynamamaqla yanaşı, müəllim ondan dərsi soruşanda, müəllim ondan nəsə soruşanda o dəqiqə qızarardı. Yəni utanardı da belə deyək, qızarardı. Qıpqırmızı olardı. Hətta Azad bildiyi bir şey olanda, utandığından deməzdi də, yəni bildiyi bir şey olanda deməzdi, utanar deməzdi. Bax, Azad belə bir obraz olub. Hər tərəfli xarakterin verir bizə. Və bununla yanaşı biz, belə deyək, 9 yaşına qədər biz bir yerdə oxuduq. Fərda deyir ha. Neçə il bir yerdə oxuyublar? 2 il. 9 yaşına qədər bir yerdə oxuduq. 9 yaşı çatanda Azadın imkanı olmadığına görə, yəni anası oxuda bilmədiyinə görə Azadı məktəbdən xaric edir. Məktəbdən çıxardır. Və qonşuların və yalvar-yaxar nəticəsində və qonşuların da təbii ki, xahişi nəticəsində Azadı düzəldirlər Təbrizdə. Liləvan adlı bir məhəllə olur. Həmin məhəllədə onu bir dərzi şagirdin yanında dərzi şagirdliyinə düzəldirlər.
xahişlə, minnətlə də bizim dildən desək, yalvar yaxarla, qonşuların köməyi ilə, xahişi ilə. Bunu düzəldirlər, dərzi şagirdliyinə düzəldirlər, belə deyək. Dərzi şagirdiyin yanında dərzi şagirdliyinə düzəldirlər. Və ardınca Fərda davam edir ki, mən məktəbi bitirdim. Buna diqqət eləyək. Bəzən testlərdə yazırlar ki, Fərda da məktəbi bitirmir. Amma Fərda deyir ki, mən məktəbi bitirdim. Həmin vaxtıda Azad özü dərzi şagirdinin yanındaydı, yəni oradaydı. Amma bizim əlaqəmiz deyir, yenə də itmədi. Bizim əlaqəmiz daha da gücləndi. Amma bir şey deyir, dəyişməmişdi. Mən deyir, baş verən hadisələrə, Fərda danışıram, mən baş verən hadisələrə həmişə öz hisslərimi bildirərdim. Amma Azad isə deyir, hətta deyir, olan bəlalara, nəsə başına gəlibsə, ona deyir, adi halalardı. Heç bir vəziyyət bildirməzdi. Heç bir söz də deməzdi. Adi bir, həmişəki bir vəziyyət bildirərdi. Bu da bunun bir xüsusiyyətidir, xarakteridir. Və əsərdə bizdə kitabda, orta məktəb dərsliyində uşaqlar bunu hissələrə bölüblər. Bizdə, yəni burada artıq birinci hissəmiz, yəni bitir. Yəni kitabda bizdə ayrı-ayrı hissələrə bölüblər. Sonradan Fərda davam edir ki, acıqlı olduğum günlərdən biri idi. Deməli, burada Fərdanın da xarakter xüsusiyyətini verib ki, Fərdada hər şeyə öz xasiyyətini verib. Hər şeyə tez, belə deyək də, təpki deyirik də, tez təpki verən, tez reaksiya verən şəxs olub. Hər şeyə əsəbləşən, tez reaksiya verən adam olub. Və deyir ki, Fərda burada, acıqlı olduğum günlərdən biri idi və acıqlı olduğum səbəbini də yazır. Səbəbi o idi ki, kirayə qaldığımız, deməli, bunlar Təbrizdə kirayə qalırlar. Kirayə qaldığımız, evin pulunu vermədiyimizə görə Ərbab ağa deməkdir, növbət əsərdə də keçərsiniz, Ərbab ağadır. Ərbab bizi deyir, evdən uzaqlaşdırmaq istəyirdi, bizi təhdid eləyirdi, qovmaq istəyirdi. Ona görə deyir, biz də evdə kirayə pulunu verə bilmirdik. Çünki deyir, nə pul yox idi, nə də işləmək üçün bir iş yox idi. Küçəni deyir, avara-avara gəzdim, Fərda danışıram, küçəni avara-avara gəzdim, yəni boş-boşuna, küçəni boş-boşuna gəzdim. Gəzəndən sonra getdim Azadın deyir olduğu yerə, yəni işlədiyi yerə, dərzi yerinə, dərzi dükanına. Dərzi dükanına getdim və orada gördüm ki, Azad öz işi ilə məşğul olur. İndi baxın, deyir, Azada görün nə deyir Fərda. Fərda deyir ki, dedim ki, mən ağlamaq istəyirəm, amma gözümdən yaş gəlmir. Fərda deyir Azada, mən deyir, ağlamaq istəyirəm, amma deyir, gözümdən yaş gəlmir, deyir. Belə deyir, yaşayış olar. Belə güzaran, belə dirilikmi olar? Güzaran sözünü eşitmişsiniz uşaqlar. Güzaran yəni dolanışacaq vəziyyət. Amma dirilik sözün mənasını kitabda oxuyanda işarələyərsiniz, dirilik sözün mənası həyat deməkdir. Bizdə də yəni köhnəlmiş söz kimi işlənib, amma Cənubi Azərbaycanda işlənir bu. Dirilik. Deməli, Fərda deyir ki, belə deyir güzaran, belə dirilikmi olar? Dirilik yəni belə həyatmı olar, deyir. Bu nə həyatdır, deyir. Biz yaşayırıq, deyir. İşləməyə iş yoxdur. Baxın. Sonra buna bir dənə fikir verin. Bunlar Cənubi Azərbaycanlıların dediyi dinlən və yaxud fars dilində, farsların dediyi dinlən deyil, danışgahda. Buna baxın, danışgah. Deyir, danışgahda oxumaq imkanımız da yoxdur. Danışgah nə deməkdir? Kitabda oxuyanda onu işarələyərsiniz. Danışgah, belə deyək, indiki dinlən universitet, ali məktəb deməkdir. Deyir ki, burada Fərda, ali məktəbdə imkanımız yoxdur ki, oxuyaq. Amma orada danışgah yazıblar, danışgah. Danışgahda deyir, imkanımız yoxdur oxumağa, iş də yoxdur. Neyniyək deyir? Əlim sağ, qolum sağ, özümdə də deyir, dağ gücü hiss eləyirəm. Fərda deyir, ha. Amma iş yoxdur, deyir. Biz indi işləməyib, nə zaman işləyəcək? Yəni, gəncük də biz. Məktəbi də bitirmişəm, indi işləmək vaxtımdır da mənim. Mən deyir, indi işləməyib, nə zaman işləyəcəm? Mənim işləmək vaxtımdır. Görək, Azad neynir? Azad deyir, mən sözə başlayanda Fərdanın dilindəndir. Mən sözə başlayanda deyir, Azad deyir, əlini deyir, saxladı, bir anlıq mənim üzümə baxdı, yenidən iynəsini götürdü, başladı işləməyə. Başladı işləməyə. Mən deyir, xeyli danışdım. Yəni, çox danışmıram. Mən xeyli danışdım, deyir.
danışdığı müddət ərzində deyir, Azad deyir, dodağını belə tərpətmədi. Yəni Azad heç nə demədi. Ancaq gözünü bir yerə dikib durdu. Yəni bir dənə istiqamətdə gözünü dikib durdu. Baxdı da yəni. Qalan heç eləmədi Azad. Və mən bu sözləri deyəndən sonra deyir, bu sözləri deyəndən sonra təbii ki, istədim ki, baxın, özümdə fikirləşdim ki, deyir, bu Azad deyir, nətər adamdır. Yəqin ki, mən dediyimi başa düşmür da bu. Mən dediyimi anlamır deyir. Hətta deyir, fikirləşdim ki, deyir, yəqin ki, Azad məni, belə deyək, Azad məni egoist deyək də, orada kitabda bədbin deyək, egoist deyək. Məni yəqin ki, egoist fikirləşir. Xudbin, kitabda xudbin yazıb uşaqlar. Xudbin nə deməkdir? Xudbin egoist deməkdir. Egoist özünü düşünən deməkdir. Ya deyir, Azad məni naxoş hesab edir. Naxoş, yəni xəstədə bizə deyilir, xəstəsənsən. Yəni, ya məni xəstə hesab edir, ya da məni xudbin hesab edir. Xudbin egoist deməkdir, onu da yadda saxlayın. Məni belə hesab edir, deyir. Mən deyir, bilmirəm. Və burada əsəbləşir Fərda. Deyir, papağımı götürüb gedmək istəyirdim. Yəni, qapıdan çıxmaq istəyirdim. Gördüm ki, Azad yenə tərpənmədi. Yəni, heç bir şey demədi, nə də heç nə tərpənmədi. Və buna təzədən qayıdıb dedim ki, baxın, deyir, yazıq, min yazıq o vətənə ki, deyir, bizə deyir, övladım var, deyir. Yəni, mənim belə övladlarım, bizə baxıb deyir ki, mənim belə övladlarım var, deyir. Bizim, deyir, həyat, bu nə həyatdır, deyir, biz yaşarıq. Bizim həyatımız deyil, bir quruşa dəyməz. Quruş, yəni qəpik quruşlar, yəni o mənada. Bir quruşa deyir, bizim həyatımız bir quruşa dəyməz, deyir. Bu nə həyatda yaşayırıq, deyir. Baxın, burada cümlələrə diqqətlə baxın. Bizim deyir, bu nə həyatda yaşayırıq. Yəni, iş tapa bilmirik, belə bir həyat ola bilməz. Və bunun həyat dediyinin məqsədi də var. Ancaq elə işdən söhbət getmir ha. Burada başqa məqsədlər də var, onu da biləcəksiniz. Və ardıcan bunu davam eləyir. Davam eləyir ki, biz deyir, ancaq deyir, yeri yatırıq. Yenə yeri yatırıq. Bu nə həyatdır deyir. Biz ölmək üçün yaşayırıq. Amma yaşamaq üçün ölən insanlardan xəbərsizik. Bu cümləyə diqqət edin. Yaşamaq üçün ölən insanlar. Fəlsəfi bir ideyadır, fəlsəfi bir mənadır. Da burada çox toxunmayacağım, amma bunun səbəbin, belə deyək də, dediyim mənaların açıqlamasını qarşıda biləcəksiniz. Deyir ki, biz ölmək üçün yaşayırıq. Amma deyir, yaşamaq üçün ölən insanlardan xəbərsizik deyir. Belə olmaq lazımdır. Yaşamaq üçün, yəni ölmək lazımdır, onu deyir. Yaşamaq üçün ölmək. Bunlardan olmaq lazımdır. Birazdan bizi qəbrə aparana qədər bizi unudacaqlar, deyir. Qarda deyir, qəbrə qədər bizi unudacaqlar. Səni də unudacaqlar, bizi də hamımızı unudacaqlar. Amma deyir, bəlkə deyir, səni unutmasınlar. Sənin haqqında deyəcəklər ki, dərzi azad, yaxşı yamaq salır. Yəni, yaxşı yamaq vurur bizi, orada yamaq salırdı. Yaxşı yamaq salır, deyir. Sənə deyir, rəhmətlə deyəcəklər, rəhmət oxuyacaqlar ki, belə bir usta olur. Belə bir usta olur. Bunları deyir və təbii ki, görür ki, Azad heç bir şey demir. Azad heç bir şey demir və Azad da təbii ki, burada nə deyəcək uşaqlar? Azad da heç bir şey demir və deməmək səbəbində ən sonunda Azad özü, belə deyək də, əsərdə özü bu məsələni deyəcək. Və burada çıxır, əsəbli şəkildə çıxır və çıxıb gedəndə Azad 2 dəfə Fərda deyir. Fərda çağırır, amma Fərda əsəbi idi. Fərda əsəbi idi deyənə uzaqlaşır. Çıxır, gedir. Amma gedəndən bir müddət sonra fikirləşir ki, mən bunu niyə incitdim? Axı, bu Azadın nə günahı var? Yəni, mənim tutaq iş tapıb tapmamağımda, başqa məsələlərdə bu Azadın nə günahı var? Görün nə cümlə deyir ha. Bir könülü qura bilmirsənsə, onu deyən niyə yıxırsan? Bizdə də belə deyək də, məsələ atalar sözü var. Yəni, bir könülü deyir, qura bilmirsənsə, onu niyə yıxırsan, deyir. Baxın, amma böyük bir şeydir bu. Bunu deyir öz-özünə. Və bilirsiniz ki, bayaqlarda dedim, əvvəldə də dedik ki, bunun problemi var idi. Yəni, Fərdanın problemi var idi, çünki kirayə pulun vermədiklərindən görə, gedişdirdiklərindən görə, ərbab bunları təhdid edir ki, evdən çıxardacam sizi. Və bütün gecə, belə deyək də, səhəri, nə qədər müddəti gəzir, ta ki, günəş batıb,
kitab cümləsindən qaş qaralana qədər gəzir. Fərda gəzir. Gəzir və evə qayıdır. Və yol boyda fikirləşir ki, ərbab tərəfindən atılmış əşyaların, orada şeylər yazıblar, yəni əşyaların, ev əşyalarının, çölə atılmış forması ilə, ağlı ilə, fikri ilə geriyə qayıdır. Gəlir, görür ki, anası astanada oturub. Astana bilirsə, yəni qapının ağzı. Astanada oturub, anasına deyir ki, ana deyir, ərbabın adamları gəlməyiblər ki, ağanın adamları gəlməyiblər ki, anası deyir ki, gəlmişdilər. Deyir, nə dedi? Deyir, gəldi, pulun götdü, çıxdı, getdi. Deyir, nə pul? Pulu hardan tapdın, ana? Anasına deyir, pulu hardan tapdın? Deyir, ay bala, pulu hardan tapacam, deyir. Azad gəlmişdi, Fərdiyə deyir, oğluna deyir. Azad gəlmişdi, gəldi, pulu verdi, dedi ki, Fərda verib. İnsana bax, qəlbə baxın. Bayaqdan buna sükutu deyirdilər, lal dinməz, nə bilim, utancaq deyirdilər, amma baxın. Bu xarakterinə baxın ha. Obrazın xarakterləri yavaş-yavaş açılır bizdə. Hər tərəfli indi biraz da genişləyəcəksiniz. Öyrənəcək. Bax, bunun ardına diqqətlə fikir verin. Deyir ki, baxın, Fərda deyir ha. Anası Fərdiyə deyir ki, bəs Azad gəlmişdi. Dedi ki, bunu Fərda göndərib pulu. Və Fərda bundan sonra belə deyək, bir vaxtı görəndə, Azad görəndə peşmançılığını bildirir və Azada təşəkkür edir ki, kirayə pulunu təbii ki, bu verir və üzr də istəyir. Elədiyi hərəkətə görə, incitdiyinə görə üzr də istəyir. Və bu hadisədən belə deyək də bir ay keçdi. Bir aydan sonra Fərda anasına deyir ki, ana, gəl gedək kəndə və bunu kəndə getməyə razı salır və bunlar gedirlər kəndə, Təbrizin kəndinə gedirlər. Bunlar şəhərdə, Təbrizdəydilər. Təbrizin kəndinə gedirlər. Və Təbrizin kəndinə gedirlər, gedərkən də Səlimə xanımla və onun oğlu Azadla halallaşıb gedirlər. Və bu söhbətdən tam 5 il üzərindən keçir. 5 il Azadla Fərda bir-birini görmürlər. Heç biri bir-birini görmür, Azadla Fərda. Amma bunlar dost idilər, uşaqlıqdan bir yerdə böyümüşdülər. Deyir ki, burada ardına bir dənə fikir verin. Burada deyir ki, biz deyir, bir-birimizi görməsək də Fərda danışır. Mən deyir, Təbrizə səfər eləyənlərdən həm özüm haqqında ona məlumat verirdim. Yəni Azada. Həm də Azad haqqında məlumat əldə edirdim. Təbrizə səfər eləyənlərdən. Yəni kənddən Təbrizə gedənlər arasında. Yəni xəbərləşirdim də, onu demək istəyir. Ondan xəbərləşirdim mən. Və bunlar bir-biri ilə belə deyək, xəbərləşirlər və göstərirlər ki, artıq 2-ci Dünya müharibəsi başlamışdı. Və həm şəhərdə, həm kənddə çox şey dəyişmişdi. İnsanlar, əhali, cəmaət da müəyyən hərəkətlilik var idi. Görək bu hərəkətlilik nə deməkdir? Burada nə hərəkətlilik var idi? Göstərilir ki, iclaslarda, mitinqlərdə, hətta kəndin özündə belə azadlıqdan danışılırdı. Bayaqlar dedim, Seyid Cəfər Pişəvəri ilə uyğunlaşdırıblar bunu əsərdə. Ondan yəqin ki, ilhamlanıb yazıb belə deyək, müəllif. Və kəndlərdə deməli, iclaslarda, mitinqlərdə nədən söhbət gedirdi? Söhbət gedirdi, azadlıqdan söhbət gedirdi, söhbət elmdən söhbət gedirdi, söhbət onların, insanların vəziyyətindən söhbət gedirdi. Və yaxud ana dilində yadda saxlayın, ana dilindən də söhbət gedir bu əsərdə. Bəzən müqayisə edirlər uşaqlar əsərlərdə. Ana dilindən də söhbət getdiyini xüsusi yadda saxlayın. Bunlardan söhbət gedirdi. Və burada göstərilir ki, həmin o kənddə, yəni Fərdagilin yaşadığı kənddə Azərbaycan Xalq Konqresinə nümayəndələr seçilir. Konqres nə deməkdir uşaqlar? Konqres sözün mənası qurultay toplantı deməkdir. Onu da yazar sözünüzə. Qurultay toplantı deməkdir. Deməli, Azərbaycan Xalq Konqresinə nümayəndələr seçirlər və seçilən nümayəndələrin içərisində bir nəfər də Fərda olur. Fərda deməli, Xalq Konqresinə nümayəndə seçilir. Və bunları göndərirlər, nümayəndələri göndərirlər Təbrizə, şəhərə göndərirlər. Təbrizə gəldiyi birinci günü Fərda istəyir ki, Azadı görsün. Çünki Azad Təbrizdə idi axı. Təbrizdə idi. Azadı görsün, yəni dostunu görsün. Gəlir onların evlərinə, və bunlar qonşu olublar da,
Gəlib bunların evlərinə Səliməni görür. Və Səlimə bunun alnından, Səlimə xanım bunun alnından öpür, Azadın anası. Bunun alnından öpür və bunun anası soruşur və ağlayır. Burada Səlimə xanım ağlayır və ağlayandan sonra bu soruşur ki, yəni Azadı soruşur ki, hardadır Azad? Deyir ki, Azad Zəncandadır. Zəncan burada şəhərin adıdır. Cənubi Azərbaycanda və ya indiki İranda şəhərin adıdır, Zəncan. Deyir ki, Zəncandadır. Biz elə ərəb dilində yazan şairlərimizdən də Zəncanı keçmişdik. Oradan da yadda saxlaya bilərsiniz. Yəni, Zəncanda deyir, Azad Zəncandadır. Özü də deyir, demokrat düzəltməyə gedir. Demokrat, yəni azadlıq demək istəyir burada. Deməli, demokrat düzəltməyə gedib Azad. Özdə Səlimənin sözünə baxın. Deyirlər ki, onlar deyir, Azərbaycan xalqı üçün azadlıq əldə edəcək. Azərbaycan xalqı üçün yəni, iş əldə edəcəklər. Yəni, vəziyyətləri yaxşı olacaq, iş tapacaqlar. Hətta deyir, məktəbdə uşaqlar ana dilində dərs keçəcəklər. Ana dili məsələsindən diqqət edir. Bu, yəni, önəmli məsələdir bizdə. Deməli, ana dilində də deyir, uşaqlar ana dilində də dərs keçəcəklər. Bunu bizə kim deyir? Səlimə xanım deyir və Fərdiyə deyir. Fərdə də buna razılaşır və Fərdə də artıq burada qala bilməzdi. Çünki kənddə işləri var idi. Xalq konqresi bitəndən sonra, yəni bunların iclası bitəndən sonra bunlar qayıdırlar Təbrizə. Bir müddət sonra Fərdə bu işləri, yəni qurultayın işlərini və yaxud konqresin işlərini, təşkilatın işlərini təhvil verir, kənddə təhvil verir, özü gəlir Təbrizə. Təbrizə gələndə, yadda saxlayaq, artıq bunların işi 1-ə 5 artır, 1-ə 10 artır belə deyək. İşlər daha da artır. Hətta bunlar gecələr belə mərkəzi komitədə işləyirlər. Gecə gündüz çalışırlar. Niyə çalışırlar? Biraz buna aydınlaşdıraq uşaqlar. Yəni artıq 2-ci Dünya Müharibəsi illərində tarixdə bilirsiniz, Seyid Cəfər Pişəvəri müstəqillik əldə eləmək istəyirdi Cənubi Azərbaycanı. Müstəqilliyini əldə eləmək istəyirdi. Və bax, o cür, yəni burada yaşayan xalqımız da, Cənubi Azərbaycanlılar da müstəqillik əldə eləmək istəyirdilər. Ona görə mərkəzi komitə yaratmışdılar. Və yaxud xalq konqresi yaratmışdılar. Konqres yəni qurultay deməkdir, toplantı deməkdir. Və mərkəzi komitədə hər gün iş gedirdi. Özdə ruh yüksəkliyi yüksək idi. İnsanda ruh yüksəkliyi vardı. Hamı, cəmaət çalışırdı ki, azad olsunlar. Onu yadda saxlayaq. Amma Zəncandan xəbərlər, pis xəbərlər gəlirdi. Yaxşı xəbərlər gəlmirdi. Görək xəbərlər nədir? Xəbərlər belə idi ki, mürtəcilər, bunu yadda saxlayın, Tehran mürtəceyləri, Tehranda yadda saxlayaq. Tehran mürtəceyləri, mürtəcey nə deməkdir? Mürtəcey o deməkdir ki, yeniliyə qarşı çıxan, tərəqqiyə qarşı çıxanlara mürtəcey deyirlər uşaqlar. Deməli, Tehranda mürtəceylər, yəni tərəqqiyə qarşı çıxanlar, Tehranda olanlar, yəni Azərbaycanın müstəqilliyinə, Cənubi Azərbaycanlıların müstəqilliyinə qarşı çıxanlar, mürtəceylər və bir də ki, orada olan idarə, yəni belə deyək, dövlət idarələrində işləyənlər bütün demokratları hamısını öldürürlər, yəni əllərinə keçəni öldürürlər bir, ayaqların nallayırlar iki, alınlarına odunu dəmir basırdılar ki, yəni demokratiya olmasın. Azadlıq, kim azadlıq deyirsə, azadlıqda iştirak edirsə, hamısını bu cür edirlər. Kimlər? Tehran mürtəceyləri və bir də ki, dövlət idarələri, yəni qurumlar, dövlət qurumları. Bunlar istəmirdi ki, yəni Cənubi Azərbaycanlar müstəqillik əldə eləsinlər. Ona görə Zəncandan pis xəbərlər gəlirdi və həmin o mərkəzi komitə razılığa gəlir ki, bir neçə adam Zəncandan xəbər bilsin. Və gedən adamların içində də kim vardı? Fərdə var idi. Fərdə gəlir Zəncana. Gəldi Zəncana, Zəncana gələndə orada görür ki, şəhər Zəncan şəhəri demokratların əlindədir. Yəni bizimkilərin Cənubi Azərbaycandan azadlıq əldə edənlərin əlində idi. Amma Zəncanın cənub kəndi, hansı kəndi? Cənub kəndi. Cənubda olan kəndlərindən biri. Onlar dövlət tərəfindən, yəni o dövlət idarələrinin, mürtəciylərin əlində idi. Onlar istəyirdilər ki, kənddə terror eləmişlər, kitabda deyilərdi. Kənddə terror eləmişlər və istəyirdilər ki, Zəncanı tutsun, şəhərə hücum eləsinlər. Və bu planı pozmaq üçün Zəncan hökuməti, orada yəni müvəqqəti belə deyək də hökuməti, xalq hökuməti, demokrat hökuməti, onlar bir neçə dəstə, fədai dəstəsini
Fədaini yadda saxlayaq. Fədai dəstəsini göndərmişdi həmin o kəndə, Zəncanın cənub kəndinə göndərmişdi. Və həmin o dəstələrin birinə başçılıq edən kim olur? Azad olur. Vaxtı ilə deyirdi ya, sükutu olan, lal dinməz olan. Bax, deməli, həmin o artıq fədailərin başçısı olur. Yəni, fədai nə deməkdir? Vətənə görə, xalqa görə, millətə görə öz həyatını Azad fədai dəstələrinin başçılarından biri idi. Və yadda saxlayan, Fərda bunu Təbrizdə öyrənmədi. Fərda bunu öyrəndi, Zəncanda öyrəndi ki, bu da fədai dəstələrinin birinin başçısı idi. Və bunlar Mərkəzi Komitənin göstərişi ilə gedirlər hara? Zəncanın cənub kəndinə. Ora gedirlər ki, görək vəziyyət nə yerdədir. İndi baxın, görək burada həmin bu Azad nə eləmişdir? Azad fədai dəstələrindən birinin başçısı idi və ətrafına yığdıqları ilə bir yerdə istəyirdi ki, kəndə 4 tərəfdən hücum eləsin. Niyə? Çünki kəndin ətrafı açıqlıq idi, onu tez görürdülər və bir də ki, fədailərə soyuq idi, yəni hava soyuq hava idi. Hava soyuq idi. Soyuğa da görə və açıqlıq olduğuna da görə, açıqlıq ərazi olduğuna da görə, ona görə gecə ilə hücuma keçirlər. Bəlkə atışma olur. Atışmada Fərda yaralanır. Atışmada Fərda yaralanır. Fərda yaralanır və bu xəbəri, Fərda deyirəm, Azad yaralanır və Azad yaralandığına görə bunu Fərda eşidir. Fərda eşidir və tez özünü kimə çatdırır? Azada çatdırır ki, görüm Azad necə olub. Və gəlir, görür ki, Azad bir dənə kənd evindədir və bir dənə fərşin üzərində, fərşi vaxtı ilə keçmiş uşaqlar, fərş nə deməkdir? Fərş, indiki dillərcə xalça, palaz deməkdir. Deməli, bunu bir dənə fərşin üzərində uzandırıblar. Yəni, güllə yarası alıb, fərşin üzərində uzandırıblar. Və Fərda yaxınlaşır dostuna, deyir ki, görür ki, üzü ağarıb, bənzi ağarıb, deyir ki, sənə nə olub, Azad? Buna deyir. Azad və əlin əlindən tutur və alnından öpür bunu. Yəni, Fərda Azadın alnından öpür və bu da gözlərini açır, görür ki, dostudur gələn və öz başını qoyur bunun dizinə. Bu məsələ də, uşaqlar, bizdə bu məsələ də bir əsərdə də buna bir oxşar bir məsələ də var, onu da yadda saxlayın. Və buradan bunu deyəndə bu Azad buna cavab olaraq nə deyir? Deyir ki, Azadın dediyinə baxın uşaqlar. Azad deyir ki, elə mən bu saat səni düşünürdüm, deyir. Dost da buna. Mən bu dəqiqə səni düşünürdüm, deyir. Səni görməsəydim, deyir, ürəyim niskilli, kədərli, qubarlı deməkdir. Ürəyim niskilli gedəcəkdi, deyir. Yaxşı ki, deyim, səni gördüm. Bu da ona cavab verir ki, hələ deyir, biz indi deyir, hələ deyir, təzə yaşamağa başlamışıq. Fərda deyir də buna. Biz hələ deyir, təzə yaşamağa başlamışıq, yəni təzə azad olmuşuq da, onu demək istəyir. Biz hələ təzə yaşamağa başlamışıq, deyir. Yəni, hara ölürsən, təzə yaşamağa başlamışıq, deyir. Və ardıcanda, belə deyək, ardıcanda Azadın görək buna nə dediyi var. Azad da buna deyir ki, bundan soruşur ki, Fərda soruşur ki, bəs sən hardan yaralanmışsan, yəni hansı istiqamətdən yaralanmışsan? Bu da Azad da göstərir ki, sağ çiynindən aşağıdan yaralanmışam. Və güllə, yəni qarşı tərəfdən, qabaqdan gəlib, daldan, arxa hissəsindən çıxmışdı və belə deyək, ağ ciyərindən, yəni ciyərlərin də belə deyək də zədələmişdi. Çox pis vəziyyətdə idi. Və bunu deyəndə Azad belə bir cümlə işlədir. Deyir ki, buna təskinlik vermək istəyir Fərda. Ki, yəni özünə biraz gəlsin, təskinlik vermək istəyir. Deyir ki, dayan deyir, bəs deyir. Bəs deyir. Deyir, dayan, bəs deyir. Sözümü kəsmə, yəni sənə deyəcək sözüm var. Görək, sənə deyəcəyim sözüm nədən ibarətdir? Bu əsərimizin əsas məqamlarıdır, yəni ön məqamları bu hissələrdədir. Burada deyir ki, baxın, 5 il əvvəl deyir, yadındadır mı deyir? 5 il əvvəl. 5 ildir bunlar bir-birini görməmişdi, əvvəlki də demişdim. Deyir, 5 il əvvəl deyir, yadındadır mı deyir, sən gəlmişdin deyir. Yəni dərzi dükanına. Mənə deyir, yaşayışdan, həyatdan, necə yaşamaqdan mənə danışırdın. Yadındadır mı? Bunu deyir. Və onda deyir, sən elə başa düşürdün ki, deyir, mən bu işləri bilmirəm, başa düşmürəm, yəni qanmıram deyir, elə bilirdin. Amma deyir,
mən o vaxtı deyir, danışmamışdım deyir, heç nə deməmişdim deyir. Çünki deyir, danışmağımın heç bir faydası yox idi, mənası yox idi, kitab cümləsi ilə deyək. Danışmağın deyir, heç bir mənası yox idi deyir, danışmaq əbəsdir, heç bir mənası yox idi deyir. İndi isə sizə deyirəm deyir, baxın, Azadın dediyinə baxın. İndi isə sizə deyirəm, hamımızın səadəti deyir, torpağımızın deyir, ana torpağın azaldığındadır. Yəni bizim səadətimiz, səadətli nədir? Xoşbəxtliyimiz, azad ömür sürməyimiz nədən asılıdır? Torpağımızın azad olmağından, ana torpağın azaldığından asılıdır deyir. Budur deyir. Və bir qədər udğunur, yəni belə deyək də, bir qədər azad udğunur və yenidən deyir. Deyir, ana, vətənə müraciətlə deyir Azad. Ana deyir, doğma Azərbaycanım, məni bağışla deyir. Mənim deyir, faydam az oldu, ömrüm də az oldu və tez də öldüm deyir. Məni bağışla. Baxın ha, obrazın danışığına baxın. Və orada torpağı öpür. Baxın, obraza baxın ha. Adi, yəni belə deyək də bir torpaq, bizə görə adi bir torpaq ola bilər. Amma fərşi, yəni xalça palazı qaldırır və torpağı öpür. Və oradakı fədailərə də deyir ki, öpünüz deyir, kitab cümləsi. Siz də deyir, öpün deyir. Öpünüz deyir. Səcdə eləyin torpağa deyir. Çünki bizim əzəli və əbədi beşiyimiz oradır. Torpaq da, yəni ana vətəndir bizim. Və bunu deyəndən sonra ixtiyarı olmadan bir ixtiyar şəkildə Fərdanın göz dənələri, kitabda dənələri, göz yaşları Azadın alnına düşür. Azadın alnına düşür. Azad yenidən buna deyir. Deyir ki, əziz deyir qardaşlarım, məni deyir, uca bir yerdə dəfn edilir. Məni uca bir yerdə dəfn edilir. Elə bir yerdə dəfn edilir ki, deyir, Azərbaycanın çəmənləri, çölləri, bağları, çayları deyir, görünsün deyir. Məni elə bir yerdə dəfn edin deyir. Ardıcan da deyir, məni deyir, yolun ki, elə yer seçin ki deyir, yəni dəfn olunacağı yer, bastırılacağı yer deyir. Bir kənar olsun deyir, yol kənarı olsun deyir. Çünki deyir, mən deyir, mən istərdim ki deyir, gələcəkdə deyir, azad nəsillərin ayaq səslərini duyam, eşidəm. Mən deyir, onu istəyirəm. Baxın, sözə baxın. Mən deyir, onu eşitmək istəyirəm. Və bunu deyir, bunu deyəndən sonra təbii ki, buna təskinlik vermək istəyirdi ki, Fərda təskinlik olsun. Nəsə bir, belə deyək də, nəsə bir vaxt tutsun, nəsə eləsin. Amma təbii ki, bunları eləyə bilməzdi. Və Fərda da buna deyir ki, gələcək nəsilləri üçün, yaşaması üçün ölənlər, baxın ha, gələcək nəsillərin yaşaması üçün ölənlər deyil, əbədi yaşayan insanlardır. Fərda buna deyir, Azad buna deyir ki, anamı deyir, öpərsən. Və mənim deyir, öldüyümü ona deməzsən. Anam yazıqdır deyir. Deyir, anama demədə mənim öldüyümü. Və deyir, Azad gözlərin əbədi yumur. Yəni ölür. Azad ölür və burada göstərilir ki, Fərda biixtiyar. Ayağa qalxır, ayağa durur biixtiyar şəkildə və əlində də təbii ki, orada tüfəng, fədailər də bir tərəfdən. Deyir, gəlin, and içək. Gəlin, deyir, and içək. And içək ki, deyir, bizi deyir, vətənimizin saadətindən, ölüm bizi vətənimizin saadətindən, Azərbaycanın saadətindən döndərə bilməz. Bu deyir, bizi döndərə bilməz. Ölüm bizi döndərə bilməz. Bunu deyir və deyir, yaşasın azadlıq deyir. Və orada olan fədailər də, ətrafında olan fədailər də hamısı qışqırır ki, yaşasın azadlıq deyir. Yaşasın azadlıq deyir. Möhkəm şəkildə qışqırırlar və tüfənglərin də yuxarı hissəyə qaldırırlar. Və bunu deyəndən sonra burada bunun vəsiyyəti də var idi və vəsiyyətinə əməl olunur. Vəsiyyətinə əməl olunur, Azadı dəfn edirlər yüksək bir yerdə. Və elə bir yerdə dəfn edirlər ki, orada Azərbaycanın həm cənub, həm şimal sahələri görünür. Əsərimiz, yəni bizə deyək, orta məktəb dərsliyində burada əsərimiz bitir. Amma bir məsələni də deyim, əsərdə Azad obrazı ölür. Əsərimizin baş qəhrəmanı ölür. Amma yadda saxlayın, verilən son cümlə var. Son cümləyə diqqət edə bildim.
Deyir, o elə yerdə dəfn olunmuşdu ki, Azərbaycanın cənub və şimal sahələr görünürdü. Bu onu göstərir ki, gələcəkdə, yəni gələcəyə bir ümid var idi. Yəni Azərbaycanın birləşməyinə, Şimali və Cənubi Azərbaycanın birləşməyinə bir işarə var idi.